Bu gün zalda insanlardan ən sevdikləri idmançıları və niyə sevdiklərini soruşacağıq. Davay getdik. Camaat məşq edir, bizi döyməsələr yaxşıdır. Get. Vay, başım dəymişdi. İlkin müəllim, ən sevdiyiniz idmançı və niyə sevirsiniz? Bu haqqda biraz bizə məlumat verə bilərsiniz? İki idmançı desəm olar yoxsa Olar, bir? olar, fərq yox. Bir Elmir Rızalı, ikidəki Ənvər Fitness. Ənvər Fitness öz, yəni disiplinlə, xarakterinlə öz sözünü demişdi. Öpürəm, Həm video öpürəm. olaraq ümumi fitness kateqoriyası üçün yəni yaxşı bir şərait yaradır, ona söz yox. Elmir Rızalı da həmişəki kimi öz disiplinlə sözünü deyir. Məncə bu iki birləşim yəni fitness üçün daha önəmlidir. Öpürəm, görüşərik. Adı necə olur qaqa? Xəzər. Deməli qaqa, ən sevdiyin idmançı və niyə sevirsən? Bu haqqda bizə məlumat ver. Yəqin ki, Ronnie Coleman, Niyə? legenda. Niyə? O ayağa işlədi çəkilər. Düzdür. Bizi demədin hə? Kevin LeBron. Yaşa, məncə də. Heç nə öpürəm, çox sağ ol. Elmir Rızalı bir çoxunuza tanıdığı, deməli ən sevdiyin idmançı və niyə sevirsən? Bu haqqda bizə məlumat ver zəhmət olmasa. Siban məncə, çünki həm disiplini, həm də forma çox xoşuma gəlir. Sanki özümü onda görürəm. İnşallah ondan daha yaxşı olarsan. Öpürəm səni, matçı. Ən sevdiyiniz idmançı və niyə sevirsiniz? Zəhmət olmasa bu barədə məlumat verə bilərsiniz. Instagramdan Enur Pasidondur. Genetika fizik olaraq eyni oxşur. Onun da boyu balaca boydur. Salamlayıram onu. Mənim kimi. Biz də salamlayırıq. Hə, mənə demiş ki, çox işləmə boyun balaca görürsünüz, amma ona baxmayaraq işləyirik. Çox sağ olun, Allah razı olsun. Bəs sizin ən sevdiyiniz idmançı hansıdır? Yorumlarda yazmağı unutmayın. Öpürəm.